Qardaş, evimi qoymuşam satışa 2 ildir. Maklerlərə də demişəm, elan saytlarına da girmişəm, evim satılmır ki, satılmır. Hər yola əl atdım, evim satılmır. Yəqin ki, bu sözü öz yaxınlarınızdan, tanışlarınızdan eşitmiş olarsınız ən azı bir dəfə. Qardaşlar, satış strategiyası deyilən bir şey var. Satış strategiyası 4 mərhələdən ibarətdir. Birinci qiymətləndirmə, ikinci bazar analizi, üçüncüsü doğru təqdimat və nəhayət dördüncüsü eksklüziv satış hüququ. Mən tez-tez bunları sizə izah eləyim. Bu 4 şərtə əməl eləsəz, sizin eviniz satılmaya bilməz. Birinci növbədə qiymətləndirmə. Qiymətləndirmə çox vacibdir. İnsanlar evini, torpağını, obyektini satanda kənarda bir dostundan sən məsəl üçün keçən il bunu neçə satmışdın? Ondan soruşur, ona uyğunlaşdırır. Öz qonşusundan soruşur, sən neçəyə satmışdın? Ona uyğunlaşdırır, mülkünə qiymət qoyur və satmağa çalışır. Bu tamamilə səhvdir. Onun evi cütdaş ola bilərdi, sənki təkdaş ola bilər. Onun bünövrəsi 10 daş üstündə ola bilər, sənki 3 daş üstündə ola bilər. Çox şeylər, bir çox şeylər, yəni şərtlər var. Yəni kənardakı birinin satdığı qiymətə görə öz mülkünə qiymət qoya bilmərsən. Və yaxud da elə adamlar var ki, deyir ki, mən məsələn mülkümü almışdım 200 minə, indi satacağam 210 minə. Qardaş, bəlkə sənin mülkün 200 min manat deyil, 300 min manatdır hal-hazırda dəyəri. Yəni sən 95-ci ildə buranı 200 minə almısan, indi bunu 210 minə satırsan, amma uduzursan. Bəlkə buranın elə 300 min qiyməti var. İkincisi gəlir eksklüziv satış hüququ. Yəni bir mülk satışa çıxırsa, onu 20 dənə maklerə deməyə ehtiyac yoxdur. Onda nə olur? 20 dənə makler gedir. Məsələn, evin dəyəri 200 mindir. Bu 210 minə qoyur, o biri 205 minə qoyur, o biri 203 minə qoyur, o biri 206 minə qoyur. Müştəri girir elanlarda baxır, görür ki, ev 10 yerdə 10 fərqli qiymətdədir. Birbaşa nə olur? Deyir ki, burada nəsə problem var. Ən ucuz qiyməti seçir. Əgər alasıdırsa, ondan da diskont istəyir, endirim istəyir. Evin başına açıla biləcəyi ən pis oyun evi 20 dənə, 30 nəfər fərqli maklerə deməkdir. Bir nəfər işini bilən adama verirsiniz evi, axıra qədər də onunla gedirsiniz. Üçüncü, bazar analizi. Misal Bakıdan çəkək. Bakının elə əraziləri var ki, onlar sürətlə qiymət artımı var. Elə ərazilər var ki, yavaş-yavaş böyüyür. Misal üçün, binaatçılıqda torpaq sahələri çox sürətlə bahalaşır bu dəqiqə. Zabratda bahalaşır. Məhəmmədi kəndi var, yanardağ olan kənddə çox sürətlə qiymətlər bahalaşır. Amma deyək ki, Qobu hökməlidir, bu ərazilər nisbətən yavaş. Ona görə məsələn mülkün yerləşdiyi yerə görə bazar analizi eləmək olar ki, məsələn mülkün dəyərlənməsi yaxın müddətə nə qədər gözlənilir. Və dördüncüsü, sonuncusu doğru, düzgün təqdimatdır. Məsələn, işıqlı, belə deyim, qaranlıq, bulanlıq bu formada çəkilişlər yox, daha belə professional, daha belə deyim, yaxşı şəkildə təqdim olunmalıdır evlər. Ki, baxan adam da deyək ki, mülkə baxanda onun təqdimatından çox şey asılıdır. Baxsın, bəyənsin, məsələn, daha çox alıcı gəlsin. Təqdimat çox önəmlidir. Uzun sözün qısası, bu satış strategiyasının 4 mərhələsi var ki, bunları sadaladıqlarımı düzgün yerinə yetirsəz, eviniz daha tez, daha sürətli satılacaq. Amma bütün bunlarla türklər demiş, uğraşmaq istəmirsinizsə, biz varıq. Birlik Əmlak var, bizim professional komandamız var, professional çəkiliş komandamız var. Biz sizin evinizi həm qiymətləndirməsini, həm satışını, təqdimatını yüksək səviyyədə eləyə bilirik. Bizdə ödənişlidir, qiymətlər də münasibdir. Yəni başqa şirkətlər kimi 1000-1500 manata təqdimatlar yoxdur. Münasib qiymətdir. Münasib qiymət də ona görə eləməmişəm ki, biz onlardan zəif işləyirik. Yox. Sadəcə hamıya əl çatan olsun deyənə və bizim satış bazamız bütün Azərbaycanı əhatə elədiyi üçün qiyməti münasib eləmişik. İndi kimisinin imkanı var, kimisinin imkanı zəifdir. Elə bir qiymətlər qoymuşuq ki, hamıya düz gəlsin. Buyurun zəng eləyin, ətraflı məlumat verək. Hələlik.